dərsə, demək biz sizinlə bu günlər ekologiya və biosfer haqqında olan 2 test işləyəcəyik. Testimizin biri, yəni 87-ci sual, qida zənciri ilə bağlı olan bir sualdır. Yəni 5 halqadan ibarət olan qida zənciri. İndi bizdən soruşur ki, bu qida zəncirində verilmiş, yəni qida zəncirində produsentin tərkibində 100.000 kilojul enerji var. Biz bilirik ki, produsent üzvü maddə hazırlayan canlılardır. Yəni bitkilərdir, fotosintez edən canlılardır da. Deməli bunlara aid oldu bitki. Demək ki, bitkinin tərkibində 100 kilojul enerji vardır. Qida zəncirinin bir halqasından digərinə minimum enerji keçir. Biz bilirik ki, minimum 5%, maksimum 20% enerji keçir və şərtdə də göstərir bunu. Deyir ki, onda bu enerjinin neçə kilojul qurbağa tərəfindən istifadə olunur? İndi baxırıq. Bu halqanın baş hərflərini yazırıq. Yəni bax bitki, yazırıq bitki, bitkidən çəyirtikiyə, çəyirtikidən qurbağaya. Digərlərini yazmağa ehtiyac yoxdur. Çünki bizə qurbağanı soruşur. Deyir ki, qurbağa tərəfindən istifadə olunan enerji nə qədərdir? Bunu soruşur. Yəni o 5-ini də yazmağa ehtiyac yoxdur heç. İndi baxırıq. Bitkidə əgər 100.000 kilojoldursa enerji, 100.000 kilojoldursa enerji. İndi sizə bunu 2 yolla deyəcəm. Minimum deyirsə bunu 5%-ə vurub tapa bilərik. Yəni 5%-ə vura gedib tapa bilərik. Yəni 100.000-i vuraram 5-ə, 5%-ə daha doğrusu taparam nəyə? 5.000. Deməli 5.000 çərtikə istifadə eləyib 5.000-i də yenə də 5%-ə vurub taparam qurbağa nə qədər istifadə eləyib. Bu da hardasa 250 istifadə eləyib. Deməli bizim məsələdə cavabımız 250-dir. Bunu bu faizlə vura getdik. Amma bunun daha rahat üsulu var. İndi onu da deyəcəm sizə. Cavabı burada bu yolla bildik bunu. Maksimum desə 20%-ə vuracağıq, minimum desə 5%-ə vura gedəcəyik. Bunu bildik. İndi ikinci yol nədir bunun? İkinci yol isə daha rahat yoldur. Yəni mənə görə daha rahat yoldur. Necə? Məsələn, tutaq ki, 100.000 kilojul enerji vardır. Deyir ki, bunun belə deyək də, minimum enerji istifadə olunub deyirsə, yəni minimum enerji keçərsə deyirsə, bu 100.000-i əksi, yəni 5%-ə, yox, 20%-ə böləcəyik daha doğrusu. Yəni, bax, minimum keçib deyirsə, maksimuma bölürük, maksimum keçib deyirsə, minimuma bölürük. Yəni, biz, bunlar silim, bunlar silim. Tutaq ki, bax 100.000 kilojol 100.000 kilojol bitkidədir. Bunu indi minimum deyirsə 20-yə bölə gedəcəm, tapacam 250-ni. 100.000-i böləcəm 20-yə. Nə eləyəcək? O, həmən o rəqəmi də böləcəm 20-yə, tapacam 250-ni. Aydın oldu necə? Ümid edirəm ki, başa düşdünüz. Nəyi də başa düşmədiniz? Şərh bölməsinə qeyd edin. Yenidən izah edərək. İndi növbəti suala baxırıq. Ümid edirəm ki, bu aydın oldu. Növbəti suala baxırıq. Əgər müəyyən vaxt ərzində yer üzərində 86.000 kilojul günəş enerjisi düşübsə, onda bu enerjinin neçə kilojol yenidən atmosferə salınır? Uşaqlar, biz bilirik ki, günəş enerjisinin 58%-i torpaq tərəfindən udulur. Deməli, 42%-i isə kosmosda əks olunur, yəni atmosferdə əks olunur. Aydın oldu necə? Yəni 42%. Heç nə, 86.000-in 42%-ni tapıb cavabı biləcəyik. Yəni 86.000-i 42%-ni tapıb cavabı öyrənəcəyik. Yəni hardasa bu da eləyir. Eləsək bunu 86.000 vurulsun 42-yə, bölünsün 100%-ə. Bu da hardasa eləyir 36.120. Bunun da cavabı budur. Ümid edirəm ki, qaranlıq qalan bir şey olmadı. Hər şey aydın oldu. Çox sağ olun.